بسم الله الرحمن الرحيم. De görün Məsihlər arasında sevməyə bir qız tapmadın mı? Yoxsa müsəlmanların ardıcıl qələbələri səni onlara qoşulmağa vadar etdi? Əvvəla Məsihlər arasında elə qızlar var ki, mən onların nifrət və gözəlliyi qarşısında baş əyirəm. Amma ömrüm boyu axtardığım gövhərin eşqini qəlbimə salan Rahilə oldu. Sonra isə məsləhət Allahındır. Mən nə bir kimsədən qorxur, nə də mənfəət ardıcayam. Həqiqətdə onun eşqi ixtiyarım əlimdən alıb. Ey Zeyd, ərəblərin arasında bir kimsə tapa bilmədin ki, gedib yetim bir Məsihini seçdin? Ey qəbilə əhli, məni də anlamayın. Allahın izniyle üç oğlum var ki, ömürlər uzun olsun. Deyərdim, pərverdigarım mənə dördüncüsünü də bəxş etdi. Məni allatmayın, o Məsihidir. İndi isə xaçını boynundan çıxarıb, onun bütün işləri Rahilənin eşqinə görədir. Kim bilir ki, o dildə iman gətirib, yoxsa ürəkdə? Bəli, bilmək olmaz. Heç kesin imanını bilmək olmaz. Bizim kafirlikdən İslam'a gəldiyimiz vaxtdan çox keçmir. Sən müsəlmanın bu cavana vurduğun töhməti o zamanlar kimsə bizə vurmamışdı. De görüm Rahilə, Məsihi bir kişidən yetim qalmış Əbdullah sənin elçiliyə gələ bilərmi? O Əbdullah imkanlı adam deyil, onun öz zəhməti ilə düzəltdiyi bir dəyirmanı var ki, indi öz imkanlı o dəyirmanı iki daş arasında görür. Ah Rahilə, sən heç vaxt səhra fırtınalarında azıb qalmamısan ki, indi biləsən yox deməyin həqiqətdə mənim üçün qumlar altında batmış insanın ölümündən dəhşətlidir. Rahilə deyir, ey cavan, əgər istəyirsənsə, atamın görüşünə gəl. Və bil ki, mən də bir zaman sənin kimi səhra fırtınalarında azıb qalmışdım. Yadındadır, o vaxt qərar idi, bir dəvə un Zeydin evinə gətirsin. Heç kim bilmirdi ondan necə bir çörək pişiriləcək.
Bu toyda hər bir fal yaxşı gəldi. İstixarə etdik, ürəyin istəyən qədər yaxşı idi. Və hətta cahiliyyət təqviminə nəzər salanda gördük ki, bugün ən yaxşı gündür. Bugün iki bayram bir yerdədir. Məsihi Abdullah həm rahiliyə qovuşur, həm də qaranlıqlardan nura çıxır. Kəlmə-i şəhadəti deyibmi? 3 dəfə və hər dəfə 3 yerdə. Birincisi odur ki, Allahla əhdi peyman eləsin. İkincisi bir otaqda yaxın adamlar eşitsin. Üçüncüsü isə meydanda toplanmış cəmaət eşitsin. Hüseyn ibn Əlidən deyir, məxluqatın ən yaxşısı kimsə bunu bilmir. Kufəlidir, 3 gün gecə gündüz dayanmadan yol gəlib. Deyir, Kufə əhli Müslim ibn Əqili vəhşiliklə öldürüb, başını kəsib, nizəyə taxaraq sarayın qapısına sazmışlar. Haram sayılan ayda Gedəyin Abdullah, bizi gözləyirlər. De görün Müslim kafir, quldur, ya müxaliflərdən idi? Yox, o mömin idi, hətta ən yaxşılarından. İmam Hüseynin ən inanılmış nümayəndəsi idi. Belə bir məqam sahibi? Bəli, mən də başa düşə bilmirəm. Kufəlilər Hüseyn ibn Əlini dəvət etmişdilər ki, gəlib oranı möminlər evinə çevirsin. Müslim onun əmisi oğlu, elçisi və xəbər çatdıran idi. Sən Hüseyn ibn Əli haqda nə bilirsən? O rahilənin imamıdır. Bu onun haqqında ilk məlumatımdır. Mən bir dəfə onu Məsihi əsirlərini azad edəndə görmüşəm. İmam onlardan Həzrət İsa'nın şəfaətini qəbul edib, ayaqlarından zəncirləri açdı. Onun sözləri hələ də qulaqlarda səslənir. Deyirdi, biz zəncirləmək üçün yox, onları açmaq üçün gəlmişik. İranı fəth edən sərkərdələrdən biri dəvənin üstündə ona gülərkən Hüseyn ibn Əli dedi, biz zülm etmək üçün deyil, zülmlə mübarizə etmək üçün gəlmişik. Onun haqqında çoxları danışır. Bəs görəsən özləri niyə onun kimi deyirlər? Qanlı bayraq, deyirəm kaş bu xəbər doğru olmayaydı.
yanından keçdilər. Qılınc, hara qoymuşam? Qılıncımı verin. Onu Məsihinin belinə bağlayırsan? Oğlum, sən narazısan? Artıq biz müsəlmançılıqda 3-cü nəslik, olsa heç. Mən onun İslamından yenilik duyuram. Amma sənin müsəlmançılığındasa lovğalıq və cahillik qoxusu var. Biz 60 ildir ki müsəlmanıq. Sən öz imanınla nəyə öyünürsən? Sənin müsəlmançılığın atanın vasitəsilədirsə, o isə bu iftixarı öz zəhməti ilə qazanıb. O Məsihi inkar etmədi. İnkar etməlidir. İsa'nı inkar edənlər onun qanına susamış adamlar idi. Həzrət İsa Allahın peyğəmbəridir. İndi isə onun ardıcılları İslam peyğəmbərinin dinində öz rəblərinə tapınırlar. Gəldilər. Qoy ərəb əyanları məni qınasınlar. Anasız bir qızın toyunu qəm-qüssə ilə keçirməliyik. Qonaq gəlib çatdı. Qarşılamağa getməməliyik. Bu qılıncı Zeyd bir töhfə olaraq kürəkəninə təqdim edir. Mən də bu dəvəni Əbdullahın töhvəsi olaraq ikinci atam Zeydə hədiyyə edirəm. Adaqlın rahilədən bu atı qəbul et ki, qiyməti 10 məğrib dinarıdır. Mən də onun üçün bir cüt xotən sırğası gətirmişəm. Məhəbbətimi bununla bir yona satdırana ömür boyu minnətdar olaram. Bu ata məhəbbətini və qardaş əllərini məndən qəbul et. Mən də sizin kiçik oğlunuzam. Təbrik edirəm. Şükür Allah'a. Qədəmləriniz mübarək. Mübarək bana. Şükür Allah'a. Sağ olun. Keçin çıxarın. Keçin çıxarın. Salamlar, hoş geldiniz. Təbrik edirəm. O 37 dəfə rahilə üçün elçiliyə gəldi. Və hər dəfədə mənim cavabım ona yox kəlməsi oldu. Amma axırıncı dəfə o mənim yox sözümlə getmədi. Elə bil ayağa qalxmağa taqəti yox idi.
Doğrusu o otaqda diqqətimi Rahilənin yanaqlarında parlayan göz yaşları cəlb etdi. Başa düşdüm ki, heç bir bahanənin yeri deyil və daha iş işdən keçmişdir. Fikirləşdim, əgər Allah bunların məhəbbətinin bir-birinin qəlbinə salıbsa, bəs mən nəyə görə onun təqdirinə yox deməliyəm? Bu xoten sırğalarını Əyyub oğlu Əbdullah sənin üçün göndərib. Xahiş edir ki, bunu ondan qəbul edəsən. Allah mübarək eləsin. Rahilə qəbul eləyir. Allah mənə qəzəb eləsin, əgər xəbər doğru olsa. Yalancıya lənət, kim inanar ki? Bəlkə ölüb, qətl deyirlər. Qətl idi, ölüm yox. Şərbət için, ağzınızı şirin edin.
zeytundan, əncirdən meyledin. Bunlar Allahın Quranda and içdiyi meyvələrdir. Qətl nə vaxt baş verib? Məlum deyil baş verib yoxsa yox. Təkcə qanlı bayraq bunu sübut ola bilməz. Mümkündür xəbər gətirən adam düz deyilmiş. Son zamanlar özünü göstərmək üçün yalandan xəbər yayanların sayı artıb. Məmmalı xəbərdir. Necə ola bilər ki, cəmaat onun arxasında namaz qılsın, bir neçə saatdan sonra başını nizələrdə gezdirsin? Bu iki gözüm və qulaqlarımın şahidiyəm ki, onlar bir-birinin ardınca nümayəndələr göndərdilər ki, ey məzlumların köməyi, dadımıza yet. Dəfələrlə məktub yazdılar ki, Kufə sistəmkarların zülmü altında inləyir, gəlib bərbad günə qalmış İslamın qanunlarını dirçətsin. Əgər belədirsə, necə ola bilər ki, bu qonaqpərvərlər öz qonağını düşmənə təslim etsinlər? Bu ağılla sığan bir iş deyil. Bir adam tapılmazmı? Mənə kömək etsin. Görəsən bu səfər İmam Hüseynə vacib idi? Sabah Neynəvada Məsihi çarmıxa çəkəcəklər. Necə? Hardan bilmək olar ki, Kufəlilər Müslimin başına gətirdiyi müsibəti İmam Hüseynin başına gətirməsinlər? Bəli, İmam Hüseyn bir müddətdir ki, öz ailə və əqrabası ilə Kufiyə doğru gedir. Amma hansı vadidədir? Hansı mənzildədir? Bələdçi onları hansı yolla aparır? Sabah vəhşət çölündə Məsihi çarmıxa çəkiləcək. Bu nə kinayədir mənimlə belə? Cavan, kimsə sənə kinayə söyləmədi. Deyin görün, çarmıqdan danışan sizlərdən biri deyildi? Kufədə ölüm adi şəkil alır. Bəli, Kufədə ölümü ucuz satırlar. Bu xəbəri ona necə çatdırmaq olar? Kufədən gələn atlıya çatanda xəbər şübhəsiz ona məlum olacaq. Kaş yarı yoldan qaydaydı. Çünki dostlar o qədər deyil ki, Müslümin intiqamını ala bilsin. Yox, yox, bu səfər gərək olmayaydı. Kufə rəhbər istəyir. Hüseyn ibn Əlidən artıq adam. O rəhbərliyə layiq deyil. Mən acı tənəni yaxşı tanıyıram. Allah təala günahkarlardan keçsin. Hansı təni? Vicdansız adamlar arasında söz var ki, İmam Haqq'a görə yox, vəzifəyə görə hərəkata başlayıb. Lənətə gəlsin, kökü kəsilsin bu başvağazların. Allah yanında en yüksek məqam olan insan için ne vəzifə? Bir adam tapılmazmı? Mənə kömək etsin. Biz nə eşitmişiksə, onu deyirik. Məgər Hüseyn ibn Əli hökumətə daha layiq deyilmi? Mən deyirəm ki, layiqdir. Bəs niyə görə gedib bu haqqı ələ almasın? Necə olur ki, nadan digərlərini ağla ürədir? Və sən, ey bəni taifdən olan mərhəb, əgər bir şey haqqında məlumatın yoxdursa, nə özündən sadalayırsan? Bil ki, əgər İmam Hüseyn gedibsə, demək mühüm bir iş dalınca gedib. Məgər Kufəyə hakimlik etmək mühüm iş deyil? Ondan da böyük ədalətdir. Əməvilərin cinayətinin qarşısını almaqdır. Bəli, bəziləri səfərin səbəbini bunda görür və bəzisi onda. Amma bunlar da deyir ki, yaxşısını Allah bilir, biz yox. Biz bunun cavabını heç vaxt bilməyəcəyik. Əgər onun nümayəndəsini öldürüblərsə, şübhəsiz ki, onun özünü də öldürərlər. Buradan Kufiyə qədər dayanmadan 3 günlük yoldur. Hələ bəs qədər azuqə və miniklə. Bu nə fikirdir? Hüseyn ibn Əlini öldürmək? Hansı müsəlman belə bir alçaqlıq edər? Bir adam tapılmazmı? Mənə kömək etsin. Kim idi? Dediğin sözü təkrar et. Deyin görüm, kömək istəyən sizlərdən biri idi? Bir nəfər də deyir, kimsə tapılmaz mı köməyə? Cavab verin, sizlərdən biri idi? Oğlum
Oğlum, görürsən ki, heç kim değildi. Ola bilər ses bayırdan gəlsin. Bəlkə hay-küy səni çaşdırıb. Görəsən, bir adam var. Mənə kömək etsin. Görəsən elə bir şey var ki, biz onu eşitmirik. O beyyət etmədi. Və beyyət etməyənin də bir iddiası var. Allah'a and olsun kömək istəyən sizlərdən biriydi. Biz bunu başa düşməkdə aciz. Təkcə özü? Görəsən niyə? Ola bilər ki, heç vaxt başa düşməyək və bilməyək. Gazi indi gəlir. Hara, Abdullah? Mən belə at sapan görməmişdim. İki gündür qapısı qıfıllıdır. Al, bu da senin beğendiğin Mesih'i. O diri kalmayacak. O bu işin kıymetini kanıyla ödeyecektir.
Küfənin yolu hansı tərəfdəndir? Ey cöza ulduzu, özünü mənə göstər. Ey cədi, de görüm hardasan? Yol göstərin, yoxsa azıb qalacağam.